İmam o balaca balanı qucaqlayır, bağrına basır və o bala bilirsiniz, İmam Hüseyndən başqa bir kimsə qalmamışdı su ardıca gedən. Əlində su camı deyərdi, ələ ətəş, ələ ətəş, ələ ətəş ya əbətə. Atacan, susundan yanıram, su istəyirəm, su. İmam Hüseyin əleyhissalam o balaca balanı dizi üstünə qoyur, əlini nəvaziş edərək başına çəkir. Nazlım, Rüqəyyəm, balam, aram ol, gedirəm, su gətirəm. O körpə bala atanın bu nəvazişindən başlayır ağlamağa, deyir, qızım, niyə ağlayırsan? Deyir, atacan, mən atasız qalacam, yətimə qalacam deyə mənim başıma əl çəkirsən. Buyurur, Nazlım, Rüqəyyəm, niyə belə deyirsən? Buyurur ki, atacan, mən şahidi olmuşam. Hansı bir şəhidin ki, şəhadət xəbəri gələrdi, onun mənim kimi balaca balası olanda, qızı olanda, onu dizin üstə qoyub, mənim necə başıma əl çəkirsən, nəvaziş edirsən, onlara edərdin. Mən bilirəm, ata, sən gedib şəhid olacaqsan, qayıtmayacaqsan deyə mənim başıma əl çəkirsən. Deyir, Nazlım, görsən qızı dilə tutarlar da, balaca baladır. Deyir, Nazlım, balam, Rüqəyyəm, axı sən su istədin, mən də gedirəm, su gətirəm. Buyurur, atacan, daha səndən su istəmərəm. O balanın sözünə bax. O körpə balalara da deyərəm, ata, sənin xeymə bir də suya gəlməzlər. Qızım, niyə? Atacan, əmim Əbəlfəzli suya gedəndə, dedi qardaşımın balası, gedirəm su gətirəm, amma getdi, qayıtmadı. İstəyili, sevimli qardaşım Əkbər suya gedəndə, Əli Əkbər dedi ki, bacım, Nazlım, gedirəm su gətirəm, amma getdi, qayıtmadı. Ata, səndən başqa daha bizim kimimiz qalıb. Ata, daha mən də su istəmirəm, bilirəm, sən də su üçün qayıtmayasdan deyə, daha su istəmirəm. O balaca balanın qəmi qüssəsi Kərbəlanın Aşura günü bitmədi. Bilirsiniz, əslində Kərbəla Aşuradan sonra əsrlərlə başladı. Şamın xərabəsində bilirsiniz, o balaca balanı ovundura bilmirdilər. Təsəvvür edin, tarix belə səhnəni görübmü? 4 yaşlı, 3 yaşlı körpə bala ola. Əlində, qolunda, boynunda zəncir, gözünün qabağında da atanın başını nizəyə vuralar, aparalar. O körpə uşağın gözü qabağında atasına, anasına biraz əziyyət olanda dözə bilmir. İndi təsəvvür elə, o balanın gözü qabağında atanın, əmlərin, qardaşın başı nizədə gedir. Bunlar da baxır, bu namərdlər bu qədər əziyyət elədi Əhl-i Beytə, bu qədər işgəncələr verdilər. Xəstə alıram onu ağuşa.